Hamınıza salam dostlar. Mən Səyyad. Uzun zamandan sonra video gəldi və bu gün eFootball 2026-da klasman oynayacağıq. Gördüyünüz kimi. Bu bizim start heyətimiz və ehtiyat oyuncularımız. Bu da rəqibin start 11'liyi və ehtiyat oyuncuları. Gördüyünüz kimi. Və maç başlayır. Rəqib maça gitə başla. Bugün 3-cü klasman olmaya çalışıram. Bilmirəm, yəqin ki 4-5 dənə maçı tək bir videoya sığdıra bilməyəcəm. Ona görə sabah da video gələcək yəqin ki. Videonu bağlayandan sonra bəlkə bu videoda 2 dənə oynadım, sonra söndürdüm, yenə oynadım. Yəni videonu söndürdüm, yenə oynadım. Bilmirəm, yəni baxacağım. Bu arada rəqibi uğurlar və maçımız başlayır dostlar. 3-cü klasman istəyirik. Və oyun başlayır. Sergio Agüero. Topu itirdi. Fabian Ruiz. Foul tabii ki. Yani foul var idi burada Fabian Ruiz'e karşı. Ay doğru oynamayacaqdım. Çox böyük səhv elədim. İndi Davinson girdi. Aldı da Davinson. Agüero. Bomba vuranmadı. Vurdum ama yani girmədi. Hadi. Ay çox pis keçdi Batistutaya. O pas nətər keçdi? Yəni momentumu deyim. Nə deyim də, nəysə. Biz ruhdan düşmürük. Biz qalib gələ bilərik. Paul Scholes, Cristiano Romero. Şimdi bu arada mən Bommeli seçdim. Mən çünki yaxşı bir dənə libero lazım idi. Agüero'nu da təkdə çıxartdım yəni. Chain yer füzesi Love Screamer'cı chain'i də təkdə çıxartmışam. Tək atmışam yəni bunların hamısını. Romero, oy. Batistuta, Salah. Bu arada Batistuta momentumlu kartdı. Fabian Ruiz'den ötürmə alınmadı. Batistuta, Fabian Ruiz oyun çox pis donur. Çox pis deyil yəni, axmır oyun. Harry Kane, oha. Onu da eləmə də, yəni yuh da. Adamın elədiyi müdaxiləyə bax bir dənə. Oyun məndə kasır. Bilməm niyə belədir. Wan-Bissaka, Bommel. Sürməsi almadı. Hadi Kane. Alamadık ama bomboş kaldı da. Bomboş yani, başka bir açıklaması ola bilməz. Amma Wan-Bissaka ilə çox yaxşı bağladıq oranı. Ay, or oynamayacaqdım. Götür. Əla. Kane onu aldı. Kane, ay, or oynamayacaqdım, neyse. Messi, ayda Gerrard. Dostlar 2 saniyəlik bir ara verdim. İhtiyacım var idi çünkü vur qabağa. Telefonu zərtlə falan saldım. Oyuna dayandım. Videoda saxladım ona görə. Bağışlayın indi. Agüero'dan Kane satarsan ama satamadım. Wan-Bissaka ötürməsi Kane. Harry Kane çox gecikdi. Hüseyin ötürməsi Fabian. Olmadı. Belki bitti. 1-0. Hələ ki məğlubuq.
bu oyunu yani hal almalıyıq rəqibdən. O ayrı da yani uçsaq bundan sonra çox əla olar. Mən niyə çalım atmıram? Atanda da çox gecikir yəni mənim oyunçularım. Bir də çox pis. Sinəvi qoy, bravo Bommel. Agüero. Harry Kane. Jude Bellingham. Bellingham. Agüero neynədin? Agüero. Bommel. Bellingham çox yaxşı aldı önünə. Jude Bellingham neynədin sən? Neynədin? Bellingham. Jude. Eşref Hakimi uzaqlaşdırdı. Paul Scholes'un ötürməsi. Çox pis keçdi biz orada. Wan-Bissaka. Artıq gol vurmalıyıq. Bu dəqiqələrdə gol lazımdır. Götürmə Kane. Girdi araya. Harry Kane. Pas. Bellingham. Tertemiz epizod idi. Mən 2 dəqiqə oyunu stop edeyim gəldim. Gəldim dostlar. İndi isə oynaya bilərik. Manuel Neuer. Burada eləyəcəyim bir səhvə baxır. Acımaram yəni. Hop. Əla. Burada ona Bommel əla oynayır Bommel. Harry Kane. İndi Agüero, Wan-Bissaka kəsdi. Bellingham, Endirah. Və zinaha doğru Salah da onu götürə bilməz. O qədər də yox. Davinson Sanchez. Oy. Paul Scholes. Bommel girdi araya. Agüero. Paul Scholes. Agüero. Romero kəsdi. Bommel'in oturması. Wan-Bissaka'dan Messi'ye. Lionel Messi. Tabii ki de foul var idi. Rəqibinə deyəsən ayak arası attı ama. Foul. Harry Kane keçdi rəqibini. Harry Kane olmadı. Kaş orada love screamer vurardım. Ya da dudak çikolatan yukarıdan belki. Ayda tertemiz idi. Alar mıyıq? Alamadıq. Oo, çox pis. Çox pis oynadıq. Rəqib tıkır paslaşır yalnız. Oy. Haydi gol vurmalıyıq. Haydi. Sol cinaha doğru verdim. Messi. Bellingham. Gol. 90+3. Bellingham bak kapısını oynattı. Bellingham. 1-1. Tamam halı götür diye sorması ama son dakikada oldu da. Neyse. Gördüğünüz gibi İspanya 380. Yok kalsın evet.
rəqibə uğurlar. İkinci oyun. Bu oyunu kazanıb 7 xal olmaq istəyirik. 15 xala ehtiyacımız var. 4 xalımız var bu dəqiqə. Cannavaro. Kapitan. Ve başladı. Cumhuriyet rakip ne tar oynuyor? Ah! Aha! Bellingham vuramadı. Oha! Ayda. Ah. Bravo Bommel. Zaten rəqibdə qaldı və Bommel meydanın hər yerində də ayaq basılmadığı yer qoymayıb yəni. Keçən oyunda da hələ ki var bəzi ayaq basılmadığı yerlər amma keçən oyun mükəmməl idi Bommel. Yəni mən çox bəyəndim açıqcası. Hop kəsdik. Hop Hüseyin. Xabi Alonso, Gareth Bale və çox böyük səhv. İndi oturma indirdik. Kobel. Cannavaro, Michael Olise. İndi oturma Lionel Messi. Rəqib təxmin elədi. Çox təxmin edilə bilir oynadım. Bommel olmadı. Təəssüf. Emiliano Martinez uzun top. Hüseyin Bommel. Fabian Ruiz keçdi. İndi Arda Güleri keçə bilmədi ancaq indi Fabian Ruiz top aldı. Fabian Ruiz'dən Jude Bellingham. Ay olmadı. Emiliano Martinez. Bellingham. Bu ne gol idi. Jude Bellingham. Oy. Neler edirsən sən? Rəqib belə izləyir golu. Oy. Zəif ayaq. Çərçivə möhtəşəm gol. Jude Bellingham. Oy. Mən çox bəyəndim də yəni bu golu. Messi. Turma Romero. Neyse çok uzattık. Gregor Kobel. Kobel'den uzun top. Kane indir. Modric, Olise, Fabian Ruiz, Cannavaro, Xabi Alonso və ilk isə başı çatır 0-1 Bellingham'in möhtəşəm zəif ayaq çərçivə qolu ilə öndəyik. Harry Kane, Fabian Ruiz, Harry Kane, Sergio Agüero, Bellingham. Olmadı az kalsın. Kickoff gelirdi rəqibə qarşı.
Sergio Agüero ötürməsini verdi. Van Bissaka vurdu, olmadı. Çıktı, olmadı. Davinson, Fabian. Ayda istediğimizi eylemedik. Jude Bellingham şeyini bedenine koydu indi. Fabian Ruiz'den Jude Bellingham'e. Bellingham hareket etti ancak olmadı. Luka Modric, Fabian, Bellingham. Ay, çok şoya girdim. Ay, klasmanda bu hareketleri eləməməliyəm. Mən seninlə ligimdə nə də denəməm atsı. Yamal sürətliydi. İndi oturma Fabian Ruiz. Təkdə Agüero. Mən şut çəkmirəm. Nə şuva girirəm. Alarsan o şeyləri. Bravo. Harry Kane. Olmadı. Cannavaro, Silvestre. Xabi Alonso. Oy. Caydı. Qabağında qaldı, boş qapı vurdu. Var belə gol. Abi bu kartdan məndə də var. Mən bu gol mən izləyərəm əslində. Prosta mənim qolumla bir deyil. Yəni gol kimi olmasın. İzlənməsi gol değildi. Yani boş kapı. Neyse. İndi Sergio Agüero artık bu gol olmalı. Agüero Kane gol 76. dakika Harry Kane gol. Ay ciddi Latsini saldı. İndir. Ay bu da her şey eline götürür. Biraz da vaxt yiyəcəyik. Hop. Ups. 3-1. Klasmanda 3-cünü vurduq. Bellingham double. Agüero'da 2 asist. Ups diye golları vurduq. Oturma Inzaghi. Melo Bommel. Xabi Alonso. Of. Ben maçlarda da sevdiğim bir akrobatik hareketler var. Yani. Bu arada maç sonunda o golü ekran kaydı almama ihtiyacı yoktu. Onsuz da bu videoda yani yer alır da o gol. Yaxşı ki ekranı seçmiştim. Ve Agüero gel üstüme Serginho. Ayda istediğimi alamadım. Agüero sen neyinirsin? Davinson. Bellingham. Agüero. Bellingham gir oradan. Bizden kayıttı. Agüero. Ay bu niye sol ayağı vuraydın da. Messi. Halal. Vur. Ben niye bunu vuramamıştım. Ve 3-1 daha doğrusu yani 1-3. Bellingham muhteşem oyunu. Ah. Sadece ben anlara bastım. 10. derzeler normalde sağda olurdu ona göre. Gördüğünüz gibi man of the match Bellingham olur gözlediğimiz gibi. Ben de güya bugün 2'den çok oynamayacaktım da. Gördüğünüz gibi Türk rakip. O Maradona'sı var. Roberto Carlos var, Casillas var. Kartlar evvelki peslerdendi. Rui Costa'nı yəqin çıxardı, pis etməz məncə.
Resmen hiç almıyor. Patrick Vieira'sa şu ana kartlar diye. Rakibi vurur. Ve maçımız başlıyor. Bu oyunu doldurursak çok güzel olur. Oyun başlıyor. Rakibi vurur. Messi. Roberto Carlos çok süratli ama Messi, Ricard. Bir yerde dayan dedi artık. Delik de diyorsan Messi'nin eləmək istədiyini eləyir. Oyun donur. Kıtırılır. Hop. Sakit oynayırıq. Ama sakit de qala bilmirik yəni. Rəqibin elə bir pressingi var ki, çox çətindir. Fabian Ruiz keçdi Arnold'u. Fabian Ruiz. Birinci gol 15. dəqiqə. Shevchenko hop Messi girdi oraya. Wan-Bissaka oturması Lionel Messi Roberto Carlos Roberto dikkat Coutinho ve Roberto Carlos oturması Hüseyin Messi vur Mbappe koymayak. O gol yeğlesi gol değildi hakikaten de. Ne oldu yememeliydi yani buradan öter uzaklaştıramadık. Serginho Diogo Maradona abi ne kadar bildirim. Diogo Maradona Cristiano Romero ayda ben basmadım axı o düğmeye basacaqdım ama son anda elimi çəkdim. Toxunarsan Ricard Ankara Ricard. Oo, geçmesin. Boş bıraktım. Ona göre yedik. 31. dakika bak comeback yedik. Olmamalıydı da bu iş. Çok passız oynuyorum ona göre. Pas verende de böyle olur. Alasan Bommel. Toxun. Zudbel. Allah'ım yarabbim. Messi keçdi. Lionel Messi girdiler oraya uzaklaştırdılar. Al onu oha. Almalıydın onu yani Maradona'dan. Serginho. Al oynadık. Bir daha Serginho'ya. Serginho. Oturması Carlos. Adam Carlos'tan atır yani ortaları falsos yaxşıdır diye. Chain girdi. Bellingham. O da döndü. Bellingham. Chain. İtirmeyey. Hacım. Ay bir dakika hala bitmir. Hacım bitirme. Tamam arkaya pas verdim olsun. Dostlar 2-1 oldu. İkimizin de yani ikimizin de attığımız gol kadar şutumuz ve kaleye bulan şutumuz var. Artık bu oyunu udmalıyız. Passız oynadım. Sonra da çarım kalmadı gittim. Oturma. Sen de çık. Allah.
Ancaq bu Ricard çox yaxşı oyundur. 2 dənə pozisyonumuzu kəsib. 2 dənə falan kəsdi yəni. Coutinho, Messi. Artıq alarsan yəni. Uysan. Onu ala bilməyəcəksənsə sən niyə müdafiəçi olmusan? Deməkdir. Amma ani çalımdan keçə bilər. Nəysə çox uzatdıq. Oo, neçə nəfər? 2 nəfər gəldilər üstümə. Mən də çarəm yox idi. Hop! Tez ol toxum. Tamam, səndə qaldı. Səndə qaldı. Ötürmə. Agüero. Girmir dostlar, girmir. Tertemiz gol idi. Olmalıydı. Olmalıydı. Ötürmə. Bellingham. Serginho vurdu qabağa. Davinson. Huysen. Aaron Wan-Bissaka. Wan-Bissaka. Sonra olmadı. Diego Maradona. Andriy Shevchenko. Huysen. Bommel. Bellingham. Harry Kane. Agüero. Bommel. Bellingham. Fabian Ruiz. Ayda kayıttı. Maradona. Serginho. Fabian Ruiz. Fabian Ruiz toxunarsan. Yani onu da bacarmadık. Əla oynadın. Əla bacardın, ancaq sonrasında bu Ricard ama artıq adamı əsəb eləyir. Bunu hamımız bilirik. Coutinho ve Serginho da əsəb eləyir adamı. Her top bunlarda, her topu alırlar. Kaç Messi artık kaç. Upside oldu dostlar, uduzduq. Yani uduzduq yok da yani uduzuruq. Tamam, ben de dəyişileyelim onda. Chain'den değiş bunu. Luis Diaz. Bellingham. Üstü for ve A alınmış. Tamam Jeffrey. Bunu da sıfır eləyək. Tamam. Haydi güvenirik, haydi. Yeni oyuncularımızla. Değiştirmək istəyirik oyunu. Qalibiyyət istəyirik ya Allah. Allah kontrol. Ha. Denilson, Messi, Coutinho ve Denilson. Neçə nəfər keçir belə. Denilson oturması olmadı. Yedik. Rəqibdə də Van Basten var. Ha, doğru var. Ama olmamalıydı da. Denilson, Aaron Wan-Bissaka, Van Basten, Messi, Van Basten. Ve dostlar, beləliklə bir videonun da sonuna gəldik. Kanalımıza abunə olub, videoya like atmayı unutmayın. Sonraki videolarda görüşənədək sağ olun.